Salam değerli dostlar, değerli izləyicilər. Bugün videomuz biraz uzun olacaq. Xahiş edirəm bizi diqqətlə izləyin. Şəxsi tikili bir ev çəkməyə gəlmişəm. Hal-hazırda evin qonaq otaq hissəsindəyəm. Baxın değerli izləyicilər. Yavaş-yavaş çəkirəm ki, tam ətraflı hər şeyi görə biləsiniz. Videonu uzatmaq fikrim yoxdur, amma evin gözəlliyi bunu tələb edir ki, qardaş, hər bir detalı incəliklə çək, göstər ki, gələn müştəri də bilsin ki, hansı evə gəlir, nə üçün gəlir. Ümumi 3.7 sotun içindədir, dəyərli izləyicilər. Həyət evidir, oturuşmuş həyət evidir, düz məktəbin yanında. Məktəblə divar-divara. Bax, belə bir səliqəli qonaq otağı var. Burada evin giriş hissəsidir. Baxın, giriş qapısı buradadır, dəyərli izləyicilər. Hazır yaşayışlı evdir. Ev sahibi, birinci ev sahibidir, qardaşım. Birinci ev sahibi yaşayır. Deməli, buradan keçirik biz koridor hissəsinə, qonaq otağından. Baxın, belə bir geniş koridor hissəsi var. Burada hamam otağıdır, mətbəxdir, bir yataq otağı, 2 yataq otağı, 3 yataq otağı. 3 yataq otağımız var və səliqəli şəkildə də mətbəximiz var. Baxın, belə bir mətbəximiz var ki, çox səliqəlidir. Evi gəlib görsəz, videoda görsəndiyindən daha çox səliqəlidir. 150 min manata satılır bu ev. Həyətinin bisetkasına qədər hazır vəziyyətdədir. 150 min manata belə bir ev, masazırda ikinci belə bir ev yoxdur, dəyərli izləyicilər. Deməli, belə. Buralara baxdıq. Bu yataq otaqlarından biridir ki, 2 çarpayı bura yerləşib, dolabı, dərs masası. Qeyd edim, ev əşyasız satılır. Əşyalar hamısı götürüləcək. Mətbəx meblidir, kombidir, kondisionerdir. Bunlar istisna olmaqla, bunlar qalacaq. Kim istəsə ki, əşyalardan qalsın, gərək əlavə pul versin, danışıq əsasında onu saxlamaq mümkündür. Evin qapısına qədər asfaltlı, dəyərli izləyicilər. Yataq otaqlarını göstərdim, mətbəxi göstərdim. Bura digər bir yataq otağıdır. Uşaq yataq otağı təbii ki bura. Amma 2 kravat rahat yerləşdiriblər bura gördüyünüz kimi. Hər bir otağın işıq düşən pəncərəsi var. Pəncərələrin qarşısı açıqdır. Burada evimizin sanitar qovşaq hissəsidir ki, burada tam təchizat, duş kabinası kimi yığılıb hazır vəziyyətdədir. İndi evin həyəti ilə və bisetkası ilə falan sizi yaxından tanış edəcəm. İnan Allah'a zaldan çıxmaq istəmirəm də. O qədər gözəldir ki, o qədər səliqəli işləyiblər ki, maşallah olsun. Adam heç zaldan çıxmaq istəmir. Elə bu zala görə bu evi almağa dəyər. Əlaqə nömrəsini qeyd edeyim, sonra həyəti çəkəcəm. 077 313 03 31 nömrəsi ilə əlaqə saxlayıb bu və digər evlər haqqında məlumat ala bilərsiniz. Piano nəyimiz də var. Burada qəşəng musiqilər ifa etmək olar. Həyəti göstərirəm. Dəyərli dostlar, dəyərli izləyicilər, hal-hazırda evimizin həyət hissəsindəyik. Baxın, belə bir həyət yanı sahəsi var. Bu keçin bura. Buradan sizə ətraflı göstəreyim. Həyətində əlavə tikilisi də var. Baxın, evin üz görünüşü bu formadadır. Həyətin bisetkasıdır, gülü, çiçəyi, ağacı. Çox səliqəli evdir, dəyərli izləyicilər. İki maşın rahat həyətə daxil olur və bağ-bağça hissəsi. Evin 4 bir tərəfi açıqdır, dəyərli izləyicilər. 4 bir tərəfi açıqdır. Buradan bisetka hissəsini sizə göstəreyim. Baxın, bu bisetka Türkiyədən sifarişlə gəlib, yığılma bisetkadır. Sökülüb daşına biləcək bir bisetkadır, dəyərli izləyicilər. Baxın, belə bir səliqəli bisetkamız var bizim. Bolt qayka ilə yığılıb, stolu, yerləncəyi falan. Burada da maşın daxil olmağa yeri var. Evin 4 bir tərəfi gördüyünüz kimi kabançıq daşlarla, kafellə işlənmişdir. Burada gülləri, ağacları, qəşəng səliqəli burada şərait qurub ev yiyəsi. Maşın girən hissəsini betonlayıb, kanalizasiyadır, qazdır, sudur, işıqdır, hamısı qaydasındadır. Qapının ağzına qədər asfaltdır və düz məktəbin yanında yerləşir, dəyərli izləyicilər. Düz məktəbin yaxınlığında yerləşir. Məktəblə bir dənə zabor arası var. Hətta deyərdim ki, buradan qapıda qoyub, baxın, qapıda qoyub ki, buradan uşaq olsa da açsın qapı, girsin məktəbə. O qədər yaxındır. Burada da həyətdə bir dam kimi tikib buranı ki, artıq əşyaları yığmağa bir yerdir. Baxın, balon, banka falan yığıblar bura. Ehtiyatı buranın da yerin betonlayıb, dəyərli izləyicilər. Buyurun, belə şəxsi evləri görmək üçün bizi izləməyə dəyər, dəyərli izləyicilər. Kanalımıza abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın. Evin kamera sisteminə qədər hazır vəziyyətdədir. Buyurun, sağ olun.